Ассаляму алейкум, хайрлы шамлар, сығылатыр телеканалының телесерджилері бүгін информацион программасына серетесіңіз. Студияда сізлер үшін мен Гульсум Халилова чалшам, небетеке ярым саат девамында, аты 25 дақа девамында, Қырым ве Қырым етрафында юзберген сонке ве ен актуаль хаберлер üzerinde музакерлерімізні көрсетежекміз. Сама ондан эвел келініс яйнымызға Роман Спиридоновны бағлайық обызылешімді жанлы бағда. Роман, селям алейкум, бүгін заман информацион программаларында не ақта тариф етілежек, діңлейміз сені. Алейкум селям, Гульсум. Мы сегодня будем говорить о таких темах. Военное преступление, запрещенное Женевской конвенцией. Так в Министерстве иностранных дел Украины отреагировали на незаконный призыв крымчан в оккупационную армию. Он на полуострове начнется уже завтра. Юноши отправят на службу в Черноморский флот и войска Южного военного округа России. Министр Дмитрий Кулеба отметил, что именно военные этого округа задействованы в войне на востоке Украины, а крымчане таким образом становятся жертвами военного преступления, поскольку призыв из оккупированной территории запрещен международным гуманитарным правом. В МИД отметили, что это уже 12-й незаконный призыв, и вся информация о преступлениях оккупантов будет документироваться, и ее переобщат к искам против России. А вопрос возвращения Крыма в состав Украины будет открытым до его окончательной деоккупации. Это тоже сказал министр иностранных дел Дмитрий Кулеба. Так он ответил пресс-секретарю президента России Владимира Путина Дмитрию Пескову. Тот, комментируя слова Владимира Зеленского о том, что Зеленский верит в возвращение оккупированных территорий, в том числе и полуострова, в состав Украины, заявил, что проблемы Крыма не существует, поскольку это якобы уже решенный вопрос. А президент Украины Владимир Зеленский собрался задать украинцам 5 важных вопросов. Он анонсировал всеукраинский опрос, который состоится в день местных выборов 25 октября. Что это за вопрос, Владимир Зеленский не сказал. В офисе главы государства подчеркнули, что президент таким образом хочет дать обществу больше возможностей решать, как развиваться государство. Но в отличие от референдума, этот вопрос не будет иметь прямых юридических последствий. Его окончательный формат еще определяется. А вот в Комитете избирателей Украины этой инициативой Зеленского обеспокоены. Там заявили, что проведение всенародного опроса в день голосования не предусмотрено избирательным кодексом. К тому же непонятно, кто будет проводить опрос. В помещениях избирательных участков или за их пределами он будет проходить. Избиратели должны иметь достаточно времени для того, чтобы сделать осознанный выбор, а такой возможности у них нет. И вот в нынешних условиях соблюдение этих базовых правил невозможно и может расцениваться как манипулятивная технология и попытка влияния на результаты голосования. Уже раздается много разных критических высказываний на эту тему, в том числе вплоть до того, что этот референдум, этот опрос, прошу прощения, не может иметь никакой юридической силы, он будет нерепрезентативным, а если будут использоваться административные ресурсы и, собственно, избирательные участки, то это еще и противозаконно. Ситуация с коронавирусом в Украине и в оккупированном Крыму становится с каждым днем все сложнее. Кабинет министров Украины решил увеличить количество тестирований вдвое и перевести педагогов на дистанционную работу. Правительство также продлило адаптивный карантин до конца года и несколько его изменила. Так, например, с 15 октября школы досрочно идут на каникулы, а после них рекомендуется дистанционное обучение как в школах, так и в вузах. Рестораны теперь будут работать не до 11, а до 10 вечера, но доставку и торговлю на вынос никто не запретил. Правительство ввело ограничения на массовые мероприятия, разделив это по зонам. Так, например, в зеленой зоне могут собираться не более чем 50 человек, в желтой зоне не более 30, а в оранжевой зоне не более 20 человек. А все спортивные мероприятия должны проходить без участия зрителей, но есть исключения для международных соревнований. По статистике в Украине уже 107 жертв коронавируса за прошедшие сутки и 5133 новых случая. Это без учета
статистики в оккупированном Крыму. Там доступа наших центральных органов власти к информации нет, поэтому мы черпаем информацию из оккупационных СМИ, используем те цифры, которые дают оккупационные власти. Так вот, по их информации, в оккупированном Крыму уже зафиксировали 158 случаев коронавируса, а 2 пациентов умерли за последние сутки. Ну, да, как я уже сказал, такие цифры приводит оккупационная власть полуострова, и появляются оттуда шокирующие новости. Вот так, например, люди рассказали о том, что в Симферополе закрылась амбулатория на улице маршала Василевского. Ее закрыли для посетителей из-за того, что весь медицинский персонал заболел коронавирусом, а одна из сотрудниц регистратуры умерла. У нее осталось 3 детей. Правда, вот главный врач поликлиники, в состав которой входит эта амбулатория, уже заявила, что это происходило всего 1 день, что поликлиника заработала. Там теперь работает и регистратура, и есть даже 1 врач. 83 года назад в этот день был расстрелян Бекир Чубанзаде, выдающегося крымско-татарского ученого-тюрколога. Советская власть обвинила в участии в националистических организациях, таких как Мелиферка, и обвинила в пантюркистском движении. Суд длился 20 минут, и Чубанзаде приговорили к смертной казни. Профессор Бакинского университета, сотрудник Азербайджанской академии наук, известный филолог и литературовед и поэт, был казнен 13 октября 1937 года. Ему было всего 44. В своих стихах Чубанзаде проявил себя тонким лириком и патриотом своей родины, как отмечают литературные критики. Его хрестоматийным стали строки из стиха о родном языке «Туфган-Тель». Правда, советская власть через 20 лет Бекира Чубанзаде реабилитировала. Вот об этом мы будем говорить. Да, и еще, конечно же, будем говорить о ситуации с водой в оккупированном Крыму. Там она тоже ухудшается с каждым днем. И вот сейчас появляются экспертные мнения о том, как может повести себя оккупационная власть. Так они не исключают, что оккупанты могут воспользоваться как раз народным недовольствием из-за введенных графиков, а эти графики будут ужесточаться с каждым днем. И вот это недовольство могут использовать как шантаж против Украины на международных площадках, обвинять нашу страну в водном геноциде. А если не поможет политическое давление, оккупанты даже могут применить и военные способы захвата доступа к Северо-Крымскому каналу. Ну, по крайней мере, так считают эксперты. Можно ожидать вплоть до какой-то спецоперации российского спецназа по захвату доступа к дамбе. Вот об этом мы будем говорить сегодня в наших выпусках в 19:00 на украинском языке и в 21:00 на крымско-татарском. Гульсон. Çok sağ ol Роман. Bizde mutlaka seyredecekmiz zaman informasyon programmalarını. Bu ve diğer haberlerini de müzakere edermiz. Fakat men geçken yayınımızdan Dağlı Karabağ meselesini vade etkenim gibi devam ettirmek isterdim ve bunun üzerinde biraz laf etmeye de imkanımız var. Hususan bizim yayınımızga şimdi Azerbaycan'dan musafir bağlandı. Gülşen Paşayeva Halkara Münasebetler Merkezi İdareciliginin azası Baku'dan bizle şimdi canlı bağda. Gülşen Hanım, selam aleyküm. Salam Gülsün Hanım. Gülşen Hanım, ben bu yayınımı Kırım Tatar dilinde alıp baram, Türkçe'de konuşabilirim ama size nasıl kolay gelirse öyle şekilde bize cevap verebilirsiniz. Rusça, Azerice ya da Türkçe fark etmez ama ben sorularımı Kırım Tatarca vereceğim. Bugün Dağlı Karabağ'da nasıl hadiseler yüz beri, ne ola, şimdi nasıl haberler var Azerbaycan'da? Tafsiyatlıca tarif ediniz lütfen. Ben yəqin ki sizə Azərbaycanca danışa bilərəm. Buyurun, biz pek yaxşı anlayırıq. Təşəkkür edirəm. Yəni, hal-hazırda vəziyyət bizdə ayın 27-sində, 27 september, sentyabrda vəziyyət ağırdır çünki münaqişə ətrafında yeni bir eskalasiya baş verməkdədir. Bu, Ermənistan tərəfdən olan eskalasiyaydı. Birinci növbədə onların provokasiyaları nəticəsində, çünki daim onlar bizim cəbhə bölgəsində insanları, yəni sakinləri, onları güllə atırlar,
Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edirlər. Ona görə də Azərbaycan ordusu qərar verdi ki, ayın 27-si bütün cəbhə boyu deməli hücuma başlasınlar və bu ermənilərin bu provokasiyalarının qarşısını alsınlar. Və demək olar ki, 2 həftə ərzində gedən bu deməli mübarizə və döyüşlər nəticəsində əlbəttə Azərbaycan tərəfində 41 nəfər insan dinc, sakin öldürüldü. Hal-hazırda deməli 211 nəfər yaralıdır 2 həftədə və çox böyük 1200-dən çox ev və infrastruktur dağıdılmışdır bu münaqişənin bu vəziyyətində. Əlbəttə ki, çox kədərlidir ki, bu Ermənistanın bax bu belə provokasiyalarının qarşısını Azərbaycan özü almalıdır, başqa yol yoxdur. Çünki danışıqlar prosesi demək olar ki, getmir. Azərbaycan 26 ildir ki, bu danışıqlarda iştirak edirdi. Yəni daim Minsk qrupu bu vasitəçi kimi Ermənistan və Azərbaycan arasında bir sülh əldə etmək istəyir. Ancaq heç nə mümkün deyil etmək. Çünki Ermənistan bizim işğal etdiyimiz onlar tərəfindən həm Dağlıq Qarabağ, həm də 7 rayon ki var, həmin o ərazilər ki bizim bütün Azərbaycanlılar oradan qovulublar və hal-hazırda onlar o əraziləri saxlamaqdadırlar. Onları boşaltdılar. Və ona görə də Azərbaycan başa düşdü ki, artıq mümkün deyil bu vəziyyətlə razılaşmaq. Və hal-hazırda bax bu əks hücum nəticəsində artıq biz bir sıra əraziləri azad etmişik. Yəni burada həm Cəbrayıl rayonu, o 7 rayondan birinin böyük hissəsi, Füzuli rayonunun müəyyən kəndləri artıq düşməndən azad edilir. Yəni bu çox sevindirici haldır və Azərbaycan əlbəttə ki, istəmir müharibə, ancaq başqa yol yox. Yəni insanlar sülh yolu ilə bu ərazilərdən çıxmaq istəmir. Ama bu sulhны Moskvada Azerbaycan, Ermenistan ve Rusya Dışişleri Nazirleri anlaştılar bu sulh için. Yani ateşkes keske, lakin көргенімізге göre ateşkes şimdi iki taraftan da yerine getirilmiyor, doğru mu? Düz. Tamamilə düz buyurursunuz. Yəni ayın 9-undan 10-una keçən gecə 11 saat ərzində həm bizim, həm də ki Ermənistanın deməli Xarici İşlər Nazirləri və Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bu danışıqları apardılar və sonunda belə bir qərara gəldilər ki, ayın 10-unda, yəni keçən şənbə, bunlar saat 12-dən artıq ateşkəs rejimi, yəni humanitar aspektdə, yəni bu 2 həftə ərzində gedən döyüşlər zamanı həm Ermənistan, həm Azərbaycan tərəfindən çoxlu insanlar öldürülmüşdür döyüşlərdə. Bir sıra insanlar əsir götürülmüşdür. Və bütün bu insanlar humanitar baxımdan, yəni yəni əsirlər heç olmasa qaytarılmalıdırlar. İnsanlar vəfat etmiş, ölmüş insanların cəsədləri artıq götürülməlidir oradan. Yəni, bax, belə vacib humanitar aspektdə belə bir qərara gəlmişdilər və orada 4 dənə bənd var idi. Birinci, bax, bu humanitar aspekt idi. İkinci, ondan ibarət idi ki, tərəflər oturub tez bir zamanda, Azərbaycan buna hazır idi, artıq substansiv danışıqlar aparmalıydılar ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxsınlar. Və bu mənada və danışıqların formatı da dəyişdirilməli deyil. Yəni, bu qərara gəldilər. Yəni, format ondan ibarətdir ki, ermənilər daim Dağlıq Qarabağdan olan erməniləri ora qatmaq istəyirdilər. Azərbaycan ona razı deyil. Biz ancaq Ermənistanla danışıq apararıq. Ona görə də bax, bu əfsuslar olsun ki, bu deməli, ateşkəs haqqında danışıqlarla, razılıqdan sonra, razılaşmadan sonra bir neçə saat sonra ermənilər dəhşətli bir cinayət elədilər. Bu müharibə cinayət, hərbi cinayət. Yani bugün bu sulh ateşkes rejimi yoktur. Yani dep aytmağa mümkün ve şimdilik bu harbi hareketler devam etti, doğru mu? Ermənistan bunu etdi, Azərbaycan hələ də gözləməkdədir. Çünki Ermənistan nə üçün bunu edir? Mən bayaq dedim. Deməli, birinci onlar dəhşətli bir cinayət elədilər. Onlar Gəncə şəhəri ki var, Azərbaycanın ən böyük şəhəridir. Həm əhali baxımından, həm də ki özünün ölçülərinə görə. Və bu şəhərə onlar dəhşətli bir raket atdılar, ballistik raket.
Yani bu görülmeyen bir şey. Yani insanlar gece saat 2'de, ayın 11'inde onu pazar günü attılar ve hiç kim orada yok idi. İnsanlar adice yatmıştılar öz evlerinde. Bunlar o raketi attılar ve o raketin atılması neticesinde demek olar hal-hazırda 10 nefer insan öldürüldü. Çünkü insanlar evlerinde ve o çoklu insanlar hiç təsəvvürləri yok idi ki onlara balistik raket, Elbrus tipli bu operatif raketlerden ki bu hele Sovet dövründen kaldı. Ve onun neticesinde bu insanlar öldürüldü ve aynı zamanda 34 nefer insan hal-hazırda deməli xəstəxanalardadır. Onlar müəyyən çətin bir vəziyyətdədirlər. Onları xəstəxanalarda hal-hazırda çalışırlar ki onları xilas etsinler. Gülşen Hanım, ve son olarak şunu soramağa isteyeyim. Azerbaycan halkı, Azerbaycan milleti idareciliği 30 yıldan beri çeşitli türlü Minsk ve OBSE sahasında anlaşmalarının yerine getirildiğini bekledi. Fakat anlaşmalarının semereliğini görmegeninin bugün yüz bergen hadiselerini biz görmektemiz. Sizin düşüncenizge göre Azerbaycan idareciliği ordusunun özünün Dağlı Karabağ teritoriyalarını yakın vakitte kaytaracağının ihtimali ne kadar? Hal-hazırda mən sizə deyirəm ki, doğrudan da bizim orduda müəyyən yaxşı nailiyyətlər var. Yəni ərazilərin bir hissəsini biz geri almışıq. Ve burada çok büyük rolü Türkiye'de oynuyor. Çünkü Türkiye burada çok böyle açık şekilde talep ediyor ki artık Ermeniler bizim arazilerden çıksınlar. Yani Türkiye'nin faal şekilde en az onlar bir iştirak edemirler bir başa dövüşlerde. Ermeniler daim deyirlər ki Türkler bizde burada iştirak ediyor. Yok, Türkler ancak bizi elə bir ki bir vacip güç kimi, regional güç kimi kömək edirlər ki bu meselelere dikkat versin dünya içtimaiyeti. Çünkü dünya içtimaiyeti buna fikir vermek istemiyor. Ve aynı zamanda Azerbaycan çok istiyor ki artık Türkiye Minsk grubunun üzvü kimi artık belki daha faal şekilde hemsədir kimi burada iştirak edesin. Çünkü əfsuslar olsun ki böyle bakanda Fransa ve ABŞ hal-hazırda çok uzaktı bu proseslerden ve hatta Fransa'nın, Macron'un özünün bir sıra beyanatları tamamıyla ziddi olar. Ermenilerin tarafında çıxış edirlər. Ona göre de Azerbaycan hal-hazırda hiç bilmir ki Fransa'nın bu vəziyyətdə rolu neden ibaret olar? Çünkü onlar ancak Ermenilerin tərəfindədirlər. Ve Rusya düzdür çok fəaldır, çalışır ki müəyyən bir nəticə əldə etsin. Ve biz hesab edirik ki belki yaxın zamanda eğer Türkiye ve Rusya bu mənada belki de daha fəal iştirak etseler bir nəticə əldə etmək mümkün olacak. Diplomatik baxımdan götürsək. Çok sağ olunuz Gülşen Hanım. Bizle bağlanğanız için Gülşen Paşayeva Xalqara Münasibetler Merkezi İdareciliğinin azası Baku'dan, Azerbaycan'ın paytaxtından bizle canlı bağdaydı. Teşekkürlerine bildiremiz. Riza Şevkeyev bizle şimdi bağlandı. Kırım Tatar Milli Meclis azamız. Riza Bey, selam aleyküm. Aleykümselam. Biz şimdi bu Dağlı Karabağ meselesi üzerinde müzakere ettiğimiz demine Baku'dan bağlandık. Bizlerge tarif etkenlerine göre bu ateşkes rejimi şimdi yoktur. Anlaşmalara bakmadan yani devam ettirile bugün harbi hareketler anda. Dağlı Karabağ meselesine bakar ekende sizin düşüncenizge göre biz Kırım boyunca özümüzge hangi bir neticeni, hangi bir tecrübeni çıkarmak, anlamak gerekmiz? Evet, yazık ki Karabağ meselesi 30 yıldan beri tartıldı, çözülmedi. Buna ben de o kadın çıktı dinleyeyim de. Çünkü OBS'e baktı, Sovyet Avrupa kimler baktılar ama kimse de korçalamadı, çözmediler Karabağ'da boşaltmayla. Hepsi aittiler Ermeniler, Ermenistan habatlı. Onlar çıkmak gerekli Karabağ'tan ama bir adım yapıp olmadılar, becermediler onları çıkartmak için. Şimdi cenk başlayan son Azerbaycan'ın tutmağa ya da arta kayıtsın demeye hiç de gereği yok. Hem laf sırası o anda laf da açılmak mümkün değil. Çünkü bütün kanunlar, dünya kanunları Azerbaycan'a kol tutarlar. Onun için onları toktatmak değil, Ermenilerini çıkarmak gerektiğince sınırlarına varıp yerleşsinler. Özünün hükümetini
Ama Azerbaycan'a aytmak gerek. Hani Ermenistan'ın sınırın bir adım geçmeyeceksiz. Onun bargancız toktap son Karabağ'da yaşanan Ermenilerini sileceksiniz. Onları incitmeyeceksiniz. Vereceksiniz onlara rahat adamcasına yaşamaya. Bana böyle laflar olmak mümkün. Onun için Kırım degende yazık ki biz de 30 yıl beklep cenk başlayık mı? Bu OBS'ye, OON, Sovyet Avrupa onlar ne bekleydi? Bu mutlaka cenk olgay, kan çökülgey ya da ertece başlayıp bu Karabağ'ın korup ertece başlayıp hareketlerin, ekonomik sanksiyaların öyle sık yapmak gerekir, öyle ağırlık getirmek gerekir agresörge Rusya Kırım'dan özü çıkay. kan çökülmesin. Andağı yaşayan Ukraynalılar, Ruslar, başka milletler, onlar hepsi rahat yaşarlar. Onlarda kimse incitmez. Tek bu cizalı işlerge koşulanlar, evet onların cezası bakılacaktır. Onu da hükümet bakacaktır. Ukrayna hükümeti bakacaktır. Bu Karabağ meselesi bizge bir numune geçer. Bütün halkımız, ben bilesem tek bizim halkımızda değil, bütün dünya onu dikkat edip bakarlar. Ama bu dikkat edip bakan son bir güzel taraflı bir hareketler yapıp başlasalar da Kırım'dan işin çözülüyor. Eraldamna eğer baksak anda da anlaşmalar var ya bizde de şimdi Donbas boyunca anlaşmalar yürütülendi 7 yıldan beri ve bununla beraber şimdi yeni bir teşebbüs meydana çıkarıldı. Bu Kırım platformasının tızılığı. Prezident Zelenskiy bu teşebbüs hakkında onun beyanatını bildirgen edi ve şimdi çok faal şekilde çeşitli türlü memleketlerinin dışişleri nazirlerinin bu mesele üzerinde müzakereler yürütüldü. Sizin düşüncenizge göre Kırım platforması semereli olacak mı? Yani Kırım'ın deokupasiyasında nasıl bir rolünü oynayacak? Efektif bir rolü olacak mı sizce? Bu temiz bir efektif rolü olacaktır. Çünkü eski Bakular bu Kırım problemasının, Ukrayna problemasının bir kararga gelip dayanmadılar da bu sualler çözülmedi. Şimdi bu platforma kurulganda evet onu halkara kanunları vardır. Nasıl onu kurmaya, kimleri çağırmaya. Mesela benim fikrimce anda çağrılmak gerek bu Ministerstvo İnostraных Dел bakanlıklar bu birincide başlamak gerek. Budapeşt memorandumu imzalayanlar ve onun altına yazılar yazanlar da Kitay, Fransa ve başka hükümetler. Onları mutlaka da koşmak gerektir. Bu neye iştirak etkiler. Ondan sonra evet Sovyet Avrupa, OBS'ye, OON, belki NATO'nun adamları представительство gerek anda iştirak etti. Anda toplanmak gerekli. Öyle bir grup hükümet, halkara hükümet bakanlıkları, haysileri Rusya'nın agresörlerine narazılık bildirmeye hazır olan söyler. Bu gibi Eğer teşkilatların Rusya'nı hoşayık diyen adamlar da çıkar Rusya'nı bu platformaya koşmaya hiç de gereği yok. O anda kendisi başlayacak tartışmalar, o başlayacak o yüzden lafından birinci lafı akırı minisli olacak. Buraya başlayacak. O anda gereği yok. ya bana şunu soracağım. Dizaga çok vaktimiz yok. Zaten anlaşılan Rusya'nın bu platformada iştirak etmeyeceği ve istemeyeceği bu zaten malum olar yerden bu hafta aytalar ama mühim olan şey bunda Birleşmiş Milletler'den başka devletlerden Milli Meclis'nin dahilliği ve Milli Meclis'nin bu meselede iştirakı. Nasıl şekilde Milli Meclis'nin Kırım platformasında iştirakını koruyorsunuz? Nasıl olabilir bu?
Evet, o ben bağırsağı sonra birinci diye koymadım ama evet meclis iştirakı anda mutlaka gerek. Şimdi meclis reisimiz anda bu gruplara girilgeni pek yaxşıdır. Çalışmalar başlaganda bizim halkımızdan çeşitli ekspertler de koşulurlar. Bu işe mutlaka Kırım Tatarlar koşulmak gerek. Kim mesela siz hazırsınız mı bu ekspert gruppasına koşulmağa? Anlamadım. Siz mesela bu ekspert gruppasına koşulmağa hazırsınız mı? Ben evet çok isterim anda koşulmağı. Eğer mecliste öyle saysalar, onun meclis karar çıkarmak gerek. Hı hı. Saysalar evet iştirak ederdim mutlaka. Nasıl düşünüyorsunuz? Ne teklif etmeye bugün meclis bu platformanın semireli olması için ne teklif edebilir? Meclis birinci bakmak gerek anda iştirak etip başlaganda birinci bakmak gerek kimler anda kimler. Sonradan nasıl suallerdi bakacaklar. Bir strateji çizmek gerek. O strateji sonları olmaz. Birinci adım stratejiyaları olmak gerek. Ondan başka kontra strateji Rusya'ya karşı kontra stratejide onların ideolojisine yapılmak gerek. Onlar mesela aytalar da referandum yaptı. Ana halk istedi. Ana bu onların stratejisine karşı bu platformada da bir ayrı bir grupa çalışmak gerek onun içine de доказательная база, что агрессор не может опираться на покоренный народ под воздействием армии, и причем размазав это среди всех, в том числе и своих пришлых, и военных, проводить такой референдум. А бirincide bakmak gerek Tamurlu halk bu referanduma birinci hakkı var referandum geçirmeye Kırım'da. Bunu da kanunlarda yaraştırıp öğrenmek gerek. Çünkü bunların o birinci kozerleri. Bu kozerge karşı bir hazırlık yapmak gerek birbirlesin. Çok sağ olunuz Riza ağa, bizle bağlanğanız için, suallarımızga cevap bergeniz için. Riza Şevkeyev, Milli Meclis azamız bizle canlı bağdaydı. Teşekkürler. Saygılı arkadaşlar, men ise bu bölükni ne yazık ki yekunlemek mecburiyetindeyim. 5 dakikadan Ukrayn tilinde sizlerni Zaman informatsion programmasından karşılayır. Yenisey Tumerova sizlerge sonki haberler hakkında tavsiyatlıca aytıp berecek. Sonra biz aynı bu haberlerini yayınımızda müzakere etmeye devam edeceğiz. Görüşürüz.